Gördüyünüz zirvə Qızılqaya zirvəsidir. Böyük Qafqaz dağlarında yerləşən zirvələrdən biri. Yan silsilənin sol tərəfində yerləşir. Onun sağında Şahdağ zirvəsidir. Azərbaycanın ən hündür 3-cü zirvəsidir. 4243 metr. Sonra bu tərəfdə Dağıstan ərazisinin əraziləridir bu hissələr. Bu arxadakı dağlar Dağıstan Rusiya Federasiyasının ərazisidir. Bu hissədə Qusarın kəndidir. Əlik kəndidir. Sonra Abican kəndi var o hissələrdə. Sonra bu hissədə Sudur kəndi buradadır. Həmçinin bu ərazi gördüyünüz bu ərazilər Sudur silsiləsidir. Dağıstanla sərhəddə yerləşir. Və keçdik bu biri tərəfə. Bu bir hissədə gördüyünüz bu kənd Kuzum kəndidir. Sonra arxadakı kəndlər var. Burada Urva var. Xuray kəndi var. Əniq kəndi var. Qusarın kəndləridir. Bu ərazi isə Şahdağ kompleksinin ərazisidir. Laza kəndi isə buradan görünmür. Təxminən bu təpənin aşağısındadır. Lap aşağıda çayın ətəyindədir. Bir də bu ərazidən axan çay Qusar çayıdır. Hansı ki Tufan göldən başlayır. Böyük Qafqaz dağlarının ən hündür yerləşən gölüdür. Amma bu hissədə olan çay isə Dağıstanla sərhəddən axan Samur çayıdır. Quton dağdan başlayır. 3616 metr dəniz səviyyəsindən hündürlükdən başlayır. Və belə gözəl mənzərə olan bir yerdəyik. Olduğumuz yer Qulan təpəsidir. Bura Qulan təpəsi adlanır. Bu isə Yırıqkək kəndidir. Azərbaycanın ən hündür yaşayış məskənidir. Dəniz səviyyəsindən ən hündür yaşayan yaşayış məskəni buradır. Qusarın Yırıqkək və yaxud da Səlibur kəndi.